Bizim üçün fermerin rifahı aqrar sahənin inkişafıdır. Real TV-də fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar, bugün də fermerin real dostunda, Real TV-də sizin üçün faydalı və çox vacib bir mövzuya toxunacaq. Hamı bu mövzunu bilir. Fermerlərimiz ələxsus söhbət subsidiyalardan gedir. Hal-hazırda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyaların ödənişi həyata keçirilməkdədir və bundan başqa mayın 31-də yazlıq əkinlərin və çoxillik əkmələrin bəyan müddətinin müraciət tarixi bitir, 31 maya qədərdir. Vəziyyət nə yerdədir? Bu və digər sualları elə qonağımla müzakirə edəcəyik. Qonağımız Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət Dəstəyi şöbəsinin müdür müavini Bəxtiyar Məmmədovdur. Bəxtiyar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Ruslan müəllim, mən də sizi salamlayıram. Hörmətli fermerləri, hörmətli tamaşaçıları salamlayıram. Xoş gördük. İstərdim ki, biz bir balaca ümumi başlayaq mövzuya. Subsidiya anlayışından, bu aqrar subsidiyanın fermer üçün verilən, yəni subsidiyaların əhəmiyyəti, kənd təsərrüfatına konkret faydası nədən ibarətdir? Buyurun. Subsidiya dövlət büdcəsi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlsiz verilən bir maliyyə vəsaitidir. Yəni o fermerlər tərəfindən geri qaytarılmır. Əvvəlsiz verilən bir maliyyə vəsaitidir. Həmin subsidiyanın fermerlərə verilməsində əsas məqsəd kənd təsərrüfatı məhsullarının stimullaşdırılması məqsədi daşıyır. Yəni, eyni zamanda fermerlər üçün də həmin məhsulun istehsalına çəkilən xərclərin müəyyən hissəsinin dövlət büdcəsi vəsaiti hesabına kompensasiya edilməsindən ibarətdir. Bildiyiniz kimi, subsidiyaların heyvandarlıq, bitkiçilik sahələrində subsidiyalar verilir. Hal-hazırda subsidiyalar, belə deyək, tam elektronlaşdırılmışdır. Elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun 759 nömrəli fərmanı ilə təsdiq olunmuş kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydasına əsasən subsidiyaların verilməsinin təşkili həyata keçirilir. Bu, əsasən hal-hazırda 5 növ subsidiya növü mövcuddur, həyata keçirilir. Bunlarda əkin subsidiyası, ən böyüyü, ən əhatəli, belə deyəkdir, demək olar ki, bütün fermer təbəqələrini əhatə edən əkin subsidiyasıdır. Təxminən bu prosesdə 400 minə yaxın fermer iştirak eləyir hər il ardıcıl olaraq. İkinci məhsul subsidiyasıdır. Üçüncü toxum subsidiyasıdır. Sonra heyvandarlıq sahəsi üzrə barama subsidiyası, bir də heyvan subsidiyasının verilməsi həyata keçirilir. Çox gözəl. Bəxtiyar müəllim, indi gəlin hissə-hissə, növbə-növbə hamısından danışaq. Gəlin başlayaq ondan ki, əkin subsidiyasında. Bax, ötən il, yəni konkret desək 2025-26-cı əkin il üzrə əkin subsidiyasının ödənişləri hesablandı, proses gedir. Yəni, bilməyənlər üçün deyim, 25-ci ilin sonunda, dekabrın 31-də payızlıq, yəni payızda əkilən birilli və çoxillik bitkilərin bəyanı dekabrın 31-də bitdi, düzdürmü? Bəli. Yanvar ayından başlayaraq sənədlər yoxlanıldı, monitorinqlər aparıldı və bu proses də davam eləməkdədir. Paralel olaraq da AKİA tərəfindən, yəni Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiyaların ödənməsini həyata keçirməkdədir. Maraqlıdır mənə və bizim tamaşaçılara da, fermerlərə də. Bugünə qədər nə qədər fermerə subsidiya ödənişi həyata keçirilib? Ruslan müəllim, məlum olduğu kimi əkin bəyanlarının verilməsi payızlıq dövrü qeyd edildiniz. Payızlıq dövrü əhatə eləyir, bir də yazlıq dövrü əhatə eləyir. Payızlıq dövrünü biz artıq, belə deyək ki, arxada qoymuşuq. Sentyabrın 1-dən başlanılıb, dekabr ayının son iş gününə qədər davam eləyibdir bəyanlar. Eyni ilə fermerlər tərəfindən torpaq mülkiyyət hüququna dair sənədlər, belə deyək də, bir dəfə sistemə daxil edilir. Hər il ardıcıl olaraq həmin torpaq sənədləri üzrə apardıqları əkinlər və becərdikləri bağlarla bağlı
əkin məlumatları sistemə daxil olur. Sistemə daxil olan məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların kadastr uçotur sistemindən, həmçinin Ədliyyə Nazirliyinin elektron notariat sistemi inteqrasiya vasitəsilə daxil olan məlumatlar əsasında, yəni yoxlanılır, üzləşdirilir, çarpaz yoxlama aparılır. Sənədləri qaydasında, məlumatları qaydasında olanlar sistem tərəfindən avtomatik təsdiq olunur. Həmin dövr ərzində, dediyimiz bu payızlıq əkin dövrü ərzində fermerlər bu 4 ay, sentyabrdan dekabrın axırına 4 ay müddətində əkin bəyanlarını sistemə daxil edir. Həmin bəyan dövründə, yəni bəyanlarında müvafiq dəyişikliklər həyata keçirə bilirlər. Yəni müraciət et düyməsini sıxmadan, bəli. Dekabr ayının oradan subsidiya müraciəti göndərdikdən sonra əkin bəyanının bitmə dövründən sonra həmin əkin bəyanlarında müvafiq dəyişikliklər aparılması mümkün deyildir. Hal-hazırki vəziyyətə belə deyək, payızlıq əkinlərlə bağlı 1 milyon 100 min hektar torpaq sahəsi və çoxillik əkmələrə görə əkin bəyanı sistemə daxil olmuşdur. Bu hardasa 335 min fermer əhatə eləyir. Bunlardan təqribən 800 min hektardan çoxu bilavasitə taxıl bitkiləridir. Bura əsasən dənli bitkilər, taxıl bitkilərdir. Bura əsasən üstünlük təşkil edir arpadır, buğdadır, vələmirdir, darıdır. 120 min hektara yaxın meyvə bağlarından bağlı bəyanlardır. Bir də 150 min çoxillik bitkilərdir. Bura əsasən burada üstünlüyü yonca bitkisi təşkil eləyir. Bir də bir məsələni qeyd edeyim ki, bu bağlarla bağlı, bir də bu çoxillik bir illik bitki, yonca bitkisindən bağlı iki dövr, həm payızlıq, həm də yazlıq dövrlərində onun əkin bəyanlarını sistemə daxil etmək imkanı yaradılmışdır. Hal-hazırki dövrə qədər demək olar ki, 300 min fermer tərəfindən 950 min hektara yaxın əkin sahəsinə və çoxillik əkmələrə, yəni bağlara görə, üzümlüklərə və çaylara görə ödənişlər həyata keçirilmişdir. Demək olar ki, 90%-dir. Bəli, demək olar ki, 90%-ə qədər ki, təxmini 90%-ə qədər əkin subsidiyasının ödənişləri həyata keçirilmişdir. Bu monitorinqlərlə bağlıdır, düzdürmü? Bəxtiyar müəllim, proses gedir deyə başa çatdıqca ödəniş olacaq. Fermerlər nigaran qalmasın deyə mən belə Bəli, bizim o prosesdə subsidiya müraciətləri göndərildikdən sonra belə deyək, monitorinqə salınanlar monitorinq prosesindədir. Tədricən bizim daim Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən yerində aparılan monitorinqlərin nəticəsi sənədlərlə birlikdə sistemə daxil edildikcə subsidiya ödənişləri həyata keçirilir. Çox gözəl. Bəxtiyar müəllim, deməli, əgər monitorinqə düşməyibsə ərazi və yoxlama prosesi tez başa çatır, bir də burada çıxarış məsələsi, mən istəyərdim bunun üzərinə gələk növbəti sualım əslində. Fermer daha tez subsidiyanı əldə edə bilərmi, yoxsa necədir o proses? İstəyərdim buna biraz toxunaq. Burada belə deyək ki, fermerlərin subsidiyanı daha tez alması üçün onların bir neçə vacib şərtləri yerinə yetirməlidir. Hansılardır bunlar? Birinci, siz qeyd elədiniz, subsidiyaların belə deyək də elektron kənd təsərrüfatı informasiya sisteminə daxil olan sənəd növləri müxtəlifdir. Hal-hazırda belə deyək, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq torpaq sənədlərinin vahid çıxarış sənədi əsasında 2027-ci il yanvarın 1-dən çıxarış sənədləri əsasında subsidiyaların verilməsi nəzərdə tutulmuşdur. Yalnız çıxarış? Yalnız çıxarış olacaq. Bu 25 idi, sonradan müddət uzaldıldı, zaman verildi insanlarımıza ki, 27-ci ilin yanvarın 1-nə qədər vaxt, belə deyək də, vaxtları var. Ona görə çıxarış sənədi olanların elektron kənd təsərrüfatı informasiya sistemində aidiyyatı qurumlarla, bayaq qeyd elədiyimiz qurumlarla inteqrasiya məlumatlarının çarpaz yoxlanması daha sürətli həyata keçirilir. Yəni orada belə deyək də bu proseslər öz həllini tapdıqdan sonra monitorinqə düşməyənlər
və yaxud da torpaq analizini vaxtında verən fermerlər, sonra bitkilərini sığortalandıran bir fermerlər daha tez subsidiyanı ala bilərlər. İndi hal-hazırda vahid çıxarış sənədi əsasında 2027-ci il yanvarın 1-dən subsidiyaların verilməsinə başlananda, yəni bu belə deyək də amillər aradan qaldırılacaq, fermerlər dövlət haqlarını yəni təşviq edilir. Nazirlik olaraq biz təşviq edirik. Bəli, biz də elə fermer real dostu olaraq təşviq edirik. Yəni bu prosesi biraz sürətli gözləməyin 2027-ci ilə. İmkan fürsət varsa gedin bu gün müraciət edin. Daha sürətli eləsinlər. Yəni Kənd Təsərrüfatı Nazirliyi aidiyyatı dövlət orqanları ilə birlikdə, yəni bu prosesin sürətli aparılmasından bağlı müəyyən addımlar atmışdır. Hal-hazırda elektron kənd təsərrüfatı informasiya sisteminə daxil olan sənədlərin içərisində çıxarış sənədləri 85%-dən 90%-ə yaxındır. Ümumiyyətlə, bu bir dəfəyə məxsus subsidiyanın mahiyyətini açıqlayaq. Nədir bu, yəni subsidiyanın əsas şərtləri, tələbləri, fermerlər nə etməlidirlər ki, bu subsidiyadan yararlana bilsinlər? Ruslan, mən qeyd edeyim ki, çoxillik əkmələrin bəyanı həm payızlıq dövründə verilə bilir, həm də yazlıq dövründə. İndi payızlıq dövrdə 120 min hektara yaxın meyvə bağı bəyan edilmişdir. Şübhəsiz ki, bizdə 200 mindən artıqdır meyvə bağlarının ümumi ektisiyaya daxil olan meyvə bağlarının sahələri. Yəni mayın 31-nə qədər bu rəqəm artacaq. Bəli, mayın 31-nə kimi bu rəqəmlər artacaq. Yazlıq əkinlərin biz dediyimiz rəqəm belə deyək də payızlıq əkin dövründən bağlıdır. Burada ölkənin bayaq qeyd elədiniz ki, ölkənin ixrac potensialının artırılması, kənd təsərrüfatına ixrac potensialının axtarılması, artırılması, sonra məhsuldarlığın artırılması, eyni zamanda mövcud su resurslarından daha səmərəli istifadə olunması üçün belə deyək də birdəfəlik əkin subsidiyası tətbiq olunur çoxillik əkmələrdə. Bu birdəfəlik əkin subsidiyasının verilməsində 3 əsas meyar var. Yəni bunlar Aqrar Subsidiya Şurası tərəfindən belə deyək də subsidiyaların regionlar, bitkilər üzrə hansı əmsalla verilməsindən bağlı Aqrar Subsidiya Şurası qərar qəbul edir hər il yanvarın 15-nə qədər. İndi mövcud Aqrar Subsidiya Şurasının qərarına əsasən həmin birdəfəlik əkin subsidiyasının verilməsində əsas meyar bağın salındığı il. Yəni bizim hazırki təsərrüfat ilimiz 2025-ci ilin sentyabrın 1-dən 2026-cı il mayın 31-nə qədər. Yəni bu dövrdə salınmalıdır. Bu əsas şərtlərdən biri bu bağın salındığı ildir. 24-də salınıbsa bu vaxt bu yeni bağ sayılmır. Yeni bağ salınmır. O birdəfəlik əkin subsidiyasına daxil deyil. Bəli. Sonra ikinci hektara tələb olunan, yəni o bitkidən asılı olaraq hektara tələb olunan tingin sayı. Bu ikinci əsas tələbdir. Orada müxtəlif sxemlərdən istifadə olunur. Üçüncüsü damcı suvarma sisteminin tətbiq olunmasıdır. Yəni bu əsas 3 şərt, yəni yanaşı şərtlər də var. Bu əsas 3 şərt qorunmalıdır. Yəni damcı suvarma sistemi ilə təmin olunmuş bağlar, belə deyək, Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssisləri tərəfindən bu 3 şərt yerində yoxlanılır, monitorinq keçirilir. Monitorinqin nəticələri elektron kənd təsərrüfatı sisteminə daxil edilir. Bunların əsasında şübhəsiz ki, bu 3 şərtdən də əlavə, məsələn, torpaq analizi olunmalıdır, sonra sığorta olunmalıdır. Bir dəfəlik əkin subsidiyasına daxil olan belə deyək də bitkilərdə mütləqdir. Bunun əsasında fermer bir dəfəlik əkin subsidiyasını alır. Yəni nə qədər ala bilər? Məsələn, misal çəkə bilərik Bəxtiyar müəllim. Burada mən bir dənə misal deyim, özdə biraz belə deyək, indi yəqin ki, biz bu Qarabağla bağlı, Naxçıvan iqtisadi zonasından bağlı bir müqayisəli bir rəqəm çəkmək istəyirəm, göstərici demək istəyirəm. Məsələn, belə deyək, xurma bağını, məsələn, Göyçayda əkmişəm. Göyçayda əkmişsiniz, belə deyək, burada hər hektara dövlət tərəfindən 3000 manat
bir dəfəlik əkin subsidiyası ödənilir. Yəni fermerin çəkdiyi xərclərin müəyyən hissəsini dövlət tərəfindən qarşılanır. Növbəti 3 ildə yenə həmin bağa görə dövlət tərəfindən hər hektara 800 manat subsidiya verilir. Bara düşəndən sonra isə o subsidiyanın məbləği müəyyən qədər azaldılar. 3000 manat Qarabağla bağlı. Qarabağda isə həmin xurma bağının hər hektarına görə verilən subsidiyanın məbləği 3900 manatdır. Naxçıvan iqtisadi zonasında 4500 manatdır. Yəni belə xüsusilə bu bir dəfəlik əkin subsidiyaların verilməsində işğaldan azad olunmuş ərazilərlə Naxçıvan iqtisadi zonasında xüsusi bir yanaşma var. Bu da ölkə rəhbərinin apardığı belə deyək də məqsəd yönlü tədbirlər nəticəsində əhalinin Qarabağa işğaldan azad olunmuş ərazilərə köçürülməsindən bağlıdır. Onların məşğuliyyətinin təmin olunması, gəlirlərinin artırılmasına xidmət göstərən bir amildir. Yeni bizə baxanları mən salamlamaq istəyirəm. Siz Real TV-də fermerin real dostuna baxırsınız. Maraqlı həm söhbətim var. Akiyanın, yəni Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət Dəstəyi Şöbəsinin müdir müavini Bəxtiyar Məmmədov bizimlə bərabərdir. Biz subsidiyalardan danışırıq. Subsidiyaların ödənişinlə bağlı, xüsusən də əkinlə bağlı söhbətimiz oldu. Maraqlı da məqamları xatırlatdı bizə Bəxtiyar müəllim. Və gəlin biraz məhsul subsidiyasından bağlı danışaq. Məhsul da önəmli, belə deyək də, subsidiyadır. Bu subsidiya hansı bitkilərə görə verilir və bitkilərin siyahısında əvvəlki illərlə müqayisədə yenilik və dəyişiklik varmı Bəxtiyar müəllim? Ruslan müəllim, məhsul subsidiyası adından göründüyü kimi fermer tərəfindən istehsal olunub, tədarük məntəqəsinə təhvil verilən məhsulun tonuna görə verilən subsidiyadır. Əkin subsidiyası becərilən bitkinin əkin sahəsinə hektar başına görə veriləndir. Məhsul subsidiyası sırf məhsuldarlığın artırılması məqsədi ilə tətbiq olunur. Burada bu məhsul subsidiyasında hazırda 7 bitki üzrə məhsul subsidiyası həyata keçirilir. Bunlar pambıqdır, tütündür, şəkər çuğundurudur, qarğıdalıdır, günəbaxandır, ərzaqlıq buğdadır, soyadır. Yəni bunlar hal-hazırda belə deyək də fermerlər tərəfindən istehsal olunub, tədarük məntəqəsinə təhvil verilən məhsulun miqdarına görə həmin subsidiyalar verilir. Aqrar Subsidiya Şurasının müvafiq qərarına uyğun olaraq yeni 2 bitki üzrə 2026-cı ildə məhsul subsidiyası veriləcəkdir. Hansılardır onlar? Bu, narla almadır. Yenə həmin tədarükçülər, belə deyək də, fermerlər tərəfindən həmin məhsulları qəbul edir, yəni emal müəssisələri qəbul etdikdən sonra emal edib onlardan şirələr, müxtəlif konsentratlar istehsal eləyən emal müəssisələrinə verməlidirlər. Bu ildən tətbiq olunur? Bəli, o bu ildən tətbiq olunur. Bununla bağlı da ölkəmizdə fəaliyyət göstərən bəzi emal müəssisələri Kənd Təsərrüfatı Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyində Aqrar Aktivitet İnkişaf Agentliyinə müraciət etmişlər. Elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmişlər. Prosedura uyğun olaraq, yəni fermerlərlə müqavilələr bağlamışdır. Mövsümün sonunda həmin məhsulların qəbul edilməsi prosesinə başlayacaqlar. Onda belə çıxır ki, misal üçün, nar daha çox payızda yetişir də, düzdürmü? Bəli, bəli. Mənim, məsələn, 10 hektar bir torpaqda Göyçayda məşhurdur da Göyçay narı var. 10 hektar bağımda meyvə var, nar var. Mən onları yığıram, elə aznar və ya hansısa bir digər tədarükçüyə təhvil verirəm. Buna görə həm də dövlətdən pul alıram. Bəli, burada bu satışdan başqa. Bəli, narla belə deyək də, bu yeni tətbiq olunan bitkilərə həm əkin subsidiyası verilir, həm də məhsul subsidiyası verilir. Ona görə də siz dediyiniz qaydada belə deyək də proseslər həyata keçiriləcəkdir. Gəlin biraz da heyvandarlıqdan danışaq. Çünki heyvandarlıq istiqamətində də AKİ tərəfindən ciddi dövlət dəstəyi var. Bax, baramanın kadrlarını görürük, Bəxtiyar müəllim. Hal-hazırda səhv eləmirəmsə, siz də bu sahədə uzun illərdir fəaliyyət göstərən bir kənd təsərrüfatı mütəxəssisi kimi regionlarda da tez-tez olursunuz. Baramanın mövsümüdür də. Yəni bildiyim qədərilə indi hal-hazırda may-iyun hardasa barama prosesi gedir. Yəni baramaçılar, kümçülər deyirlər də. Kümçülər
yəni iş başındadılar. Mənə maraqlıdır, baramaya hansı dövlət dəstəyi var? Baramaçılar bununla bağlı nə qədər pul qazana bilirlər, sadə dildə desək, qazana bilirlərmi? Rentabelli, maraqlı sahədir ümumiyyətlə baramaçılıq kəndçi üçün, kənddə yaşayan təsərrüfatçı üçün? Baramaçılığın inkişafı bizim ölkədə, yəni kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. Vaxtilə qədim tariximizdə baramaçılığın ənənələri olmuşdur, inkişafı olmuşdur bizim ölkədə. Son dövrlərdə belə deyək də baramanın yaş baramanın istehsalı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, barama subsidiyası fermerlər tərəfindən istehsal olunub, tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 6 manat subsidiya verilir. 5 manat da təhvil verdikləri tədarükçü müəssisə tərəfindən fermerlərə verilir. Ümumilikdə 1 kiloqrama görə 11 manat vəsait alırlar. Hazırda baramanın dövrüdür. Respublika üzrə 40 rayona yaxın, 40 rayonda belə deyək də ipək qurdu toxumu saxlanması üçün paylanılmışdır rayonlarda da aidiyyatı fermerlərə paylanılmışdır. Bu prosesə belə deyək bir 10 günə yaxındır başlanılmışdır. Hardasa 40 gün müddətinə bu yetişdirilir. Sonra təhvil verilir tədarükçüyə. Tədarükçüyə təhvil verilir. Tədarükçü qəbul elədiyi məhsulun miqdarına dair məlumatları elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edir. Kümçü isə həmin təhvil verdiyi məhsulun miqdarına dair sənədləri elektron sistemə daxil edir. Hər iki məlumatlar Aqrar və Kredit İnkişaf Agentliyi tərəfindən çarpaz yoxlama nəticəsində yoxlanılır və həmin məlumatlar, belə deyək də, sistemdə olan məlumatların düzgünlüyü yoxlanılır. Eyni zamanda yekunda fermer tərəfindən təsdiq olunur, subsidiya müraciətləri formalaşdırılır. Bəs subsidiyanı nə vaxt alır fermer? Subsidiyanı iyul ayında, 7-ci aydan verilməsinə başlanılacaqdır. Bir qeyd edeyim ki, hazırda belə deyək də, işğaldan azad olunmuş ərazilərdə barama istehsalının keçmiş ənənəvi inkişafından bağlı tarixi vardır. Həmin ərazidə hazırda 134 min intensiv üsulla salınmış barama bağı Xocalı rayonunda mövcuddur. Bəli. Hətta biz bu yaxınlarda gördük onu sosial mediadan, ənənəvi mediada. Ölkə başçısı cənab prezident İlham Əliyev də o ərazilərə getdi. Çindən gətirilmə tinglər idi. Bəli. Çox möhtəşəmdir. Bəxtiyar müəllim, bir də süni mayalanma yolu ilə doğulan buzova görə subsidiya verirsiniz. AKİ tərəfindən ödənilir. Bax, bunun mahiyyətini açıqlayaq. Bizim fermerlərimiz və ya fermer olmaq istəyənlər daha ətraflı məlumat alsın. Bəli, heyvan subsidiyası tətbiq olunur. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, onların məhsuldarlığının artırılmasından bağlı süni mayalanma yolu ilə alınan buzova və ya balağa, yəni camış balasına görə dövlət tərəfindən 100 manat subsidiya verilir. Yəni, belə deyək də, bu həmi heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasında, onun məhsuldarlığın artımında, belə deyək də, ən qabaqcıl mütərəqqi metodlardan biridir. Nə qədər vəsait verilir? Hər heyvana 100 manat? Hər heyvana 100 manat subsidiya verilir. Doğulan, süni mayalanmadan alınan buzova və yaxud da camış balasına, balağa görə 100 manat subsidiya verilir. Tutaq ki, heyvan dünyaya gəldi, doğuldu. Bunun üçün nə etməlidir fermer? Birinci növbədə müraciət eləməlidir? Süni mayalanma mütəxəssisinə? Fermer birinci öz heyvanını süni mayalandırmaq üçün müraciət eləməlidir mütəxəssisə, süni mayalandırma mütəxəssisinə. Yəni, bu süni mayalandırma mütəxəssisləri təhsilli, sertifikatlı
mütəxəssis şəxslərdir. Bunlar elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmişlər. Yəni fermerlər çətinlik əgər çəkərsə, aidiyyatı rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət eləyə bilərlər. Heyvandarlıq şöbələri var, Heyvandarlıq şöbələri, bəli, onlara müraciət eləməlidir və süni maylanma mütəxəssisi ilə belə deyək də, bu prosesin baş verməsi üçün öz aralarında razılaşma əsasında öz heyvanını maylandırmalıdır. Bu maylandırma dövrü inəklərdə belə deyək də 300 gündür, sonra camışlarda isə 325 günə qədər çəkir. O alınan buzov fermer tərəfindən süni mayalanma mütəxəssisinə xəbərdar eləyir. Həmin mütəxəssis gəlir, heyvana sağlıq durumuna baxış keçirir və onu birka vurur. Bəli. Bu çox vacibdir, birka. Sonradan ardıcıl olaraq baytarlıq mütəxəssisinə müraciət olunur. Baytarlıq mütəxəssis də gəlir, onun sağlıq durumunu qiymətləndirir, qeydiyyata alır, aidiyyatı məlumatları elektron kənd təsərrüfatı informasiya sistemində işləyir, məlumatları daxil eləyir. Yekunda bu məlumatlar Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri tərəfindən yoxlanılır, təsdiq olunur, ehtiyac olarsa yerində də baş keçirilir və təsdiq eləyir, ondan sonra subsidiya müraciətinə göndərilir. Və belə deyək də, bu proseslər bitdikdən sonra subsidiya müraciəti formalaşdırılır, fermerə həmin heyvan subsidiyası ödənilir. Ödənilir, çox gözəl. Bir də əsas məsələ, may ayının ortalarındayıq, bir neçə gündən sonra mayın 31-də yazlıq əkinlər və çoxillik əkmələrin bəyanlarının müraciət dövrü bitir. Vaxt az qalıb. Vəziyyət nə yerdədir, Bəxtiyar müəllim? Buradan fermerlərə səslənib nə demək istəyirsiniz? Onlar nə etsinlər? Sizdən eşidək. Fermerlərə məsləhətimiz odur ki, bayaq qeyd elədiyimiz əkin subsidiyası üzrə, həm də məhsul subsidiyası üzrə iyun ayının 1-nə kimi, mayın 31-nədək də, belə deyək də, bizim mövcud prosedurda əkin bəyanlarının dövrü bitir. Yəni, qarşıda, belə deyək, Qurban bayramları da olduğunu nəzərə alaraq, əgər kimsə məhsul subsidiyası üzrə əkin bəyanını və yaxud da əkin bəyanının özünü elektron kənd təsərrüfatı informasiya sisteminə daxil eləmişsə, yəni tələssin. Bu, qarşımızdakı bir neçə gündən səmərəli istifadə etməklə həmin əkin bəyanlarını sistemə daxil etsinlər. Vaxtında, düzgün, sənədləri düz şəkildə, tələsmədən, məsləhətləşərək, hətta siz Kənd Təsərrüfatı Nazirliyinə zəng eləyə bilərsiniz, 1652 çağrı mərkəzi var. Aqrar Kredit və İnkişaf Agentliyinin də çağrı mərkəzi nömrələri var sosial şəbəkələrdə, yaza bilərsiniz. Bundan başqa daimlər var, daim yanınızdadır Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları. Sual verin, çəkinmədən kömək eləsinlər, sistemə daxil eləyin, subsidiyanızı alın, təsərrüfatınızı inkişaf elətdirin. Bəxtiyar müəllim, mən sizə minnətdaram, çox maraqlı həm söhbət oldunuz. Sağ olun, təşəkkür edirəm. Mən də Real TV-nin əməkdaşlarına, bizim vəziyyətimizi çəkənlərə öz təşəkkürümü bildirirəm sizə. Sağ olun. Sağ olun, Bəxtiyar müəllim. Dəyərli fermerlər, əziz tamaşaçılar, hörmətli zəhmətkeşlər, bir daha xatırladıram, mayın 31-də yazlıq əkinlərin və çoxillik əkmələrin bəyan dövrünün son müraciət tarixidir. Vaxtında düzgün, doğru şəkildə bəyanlarınızı elektron kənd təsərrüfatı informasiya sisteminə daxil etməyi unutmayın. Həm də bizim verilişimizə baxmağı unutmursunuz. Gələn həftə eyni vaxtda, eyni saatda Real TV-də fermerin real dostunda görüşəcəyik. Hələlik.